Bir vaxtların ən məşhur bazarlarından biri olan el arasında təkər aləmi kimi tanınan bazar artıq sökülür. İçəri daxil olub çəkiliş etməyimizə icazə verməsələr də öyrəndik ki, bazardakı bir çox sahibkara ərazini tərk etmələri ilə bağlı xəbər verilib. 6 ay qabaqdan məlumat verilib ki, bu tərəfdə bazar köçürüləcəkdir. Yəni istəyirsiniz möhlət verilibdir. Ya burada qalın və yaxud da ki, arxada servisdə yer verilibdir. Olaraq bazarda söküntülər gedir. Yəni bu bizə narahatçılığımız yoxdur. Mart-aprel may aylarına qədər də burada fəaliyyət göstərəcəyik. İnşallah ondan sonra da bizə yer verirlər. Hardan yer veriləcək? Bazar arxasında boş ərazi var. Orada özləri bizə yer verəcək. İstəyənlər başqa yerlərə də köçənlər var. Kim sərbəstdir də 2 ay əvvəldən deyiblər ki, köçün. Kim istəyib, hara istəyib orada köçün. Təklif olunan yerə köçənlər də var. Başqa yerə yer olub, başqa yerə gedənlər də var. Söküntü işləri tam yekunlaşdıqdan sonra bazarın yerində ehtiyat hissələri satışı üzrə yeni obyektlər inşa ediləcək. Sahibkarlar isə yenidən əvvəlki yerlərinə qayıda biləcəklərini deyirlər. Təxminən may ayına falana bu qədər əkim işləyəcək. Ondan sonra necə olacaq? Ondan sonra yer veriləcək. Harada veriləcək yer? Elə bu bazarda, münasib bir yerdə. Yəni siz razısınız? Bəli, bəli. İkinci getməyə əslində yaxşı bir şeydir ki, yeni bir şəkildə olacaq, görkəm dəyişəcək. Bu cəhətdən, həm müştəri cəhətdən də yaxşı olacaq. Artıq bazarın digər giriş yeri də bağlanıb. Köçürülən sahibkarların bir hissəsi isə bazarın arxa tərəfindəki əraziyə köçürülüb. Bir aya yaxın olar. Bizə dedilər ki, bazar təmir tikinti işlərlə bağlanacaq. Bizi keçirdilər arxa hissəyə. Burada yeni yer tikilib, səliqəli şəkildə yeni bokslar, yeni mağazalar. Köçmüşük, burada işləyirik. Sahibkarlar ümid eləyirlər ki, təzə bazar həm işlərini canlandıracaq, həm də müştərilər üçün daha rahat olacaq.